Hamıya salam dostlar. AZ Games'in videosuna hoş geldiniz. Bu günler biz sizinlə AFC Mobile 2025 siyasını oynayacağıq. Birinci biz gözlərlə mükafatı almadan əvvəl gəl biz sizinlə birinci kick-off'da vs ataq düşmənlərlə. Zaruichi Donnarumma'nı bu günlər çıxartmışdım, bəxtə-bəxtə. Bizim takımdan eyni gücdədir elə bir. İndi biraz fərqlə zəif olsa belə. Ancaq əsas oynayışdır. Uşaqlar, bu oyunda əsas oynayışdır. Məsələn, əsas takım deyil. Əsas oyunçular deyil. Əsas oynayışdan asılıdır. Məsələn, elə adam var ki, 80 overli adamla, məsələn üçün bir 90 overliyi udar. Məsələn üçün, elə güclü profesional adamlar daha çoxdur. 101'lik etosuz adı var ya bunun. Bu qapçı mı sınıyır? Mən bilmirəm. Bu deyəsən uzaqlardan bəxtin sınamaq istəyir. Sınıyar da. Mən elə düşünürəm. Mən ümumiyyətcə heç bir rəqibimi məsələn üçün demirəm ki, zəifdir. Geçək. Ayda. Orada defans kaptırdıq. Ayda, Tien mənim əvvəlki AFC hesabımda var idi. Osimhen və gol. Süper bir gol. Ancaq belə baxıram, bu da qəşəng oynayır. Mən bir şey başa düşə bilmirəm. Bu cəmaət, məsələn üçün, bu uşaq 101'lik eto çıxardıb. Bunu 101'liyi hardan çıxardıb etonu? 101'lik etonu bu hardan çıxardıb? Necə çıxardıb? Mən bu bilə bilmək istəyirəm. Əgər bu videoya 500 like gələrsə, bunun VS atak modunu da göstərəcəm sizə. VS atakın. Əgər VS ataka da 50 like gələrsə və yorumlarda yazsınız ki, bəxtə-bəxtə oyuncu çıxart, elmas toplayıb oyuncu çıxardacağam. Oyundan çıxdı, deyəsən. Yəni, ən böyük ehtimal oyundan çıxdı, deyəsən. Nə demişdim? O internet işarəsi olanda oyundan çıxırlar. İnternet işarəsi boz olanda oyundan çıxmaqlarıdır. Uf.
Antel Di Maria. Di Maria. Uf. 3-cü gol. Əgər 500 like gəlməsə də eybi yoxdur. Əgər 500 like gəlməsə 2 həftə sonra çəkəcəm AFC-də başqa bir videonu. Əgər 500 like gələrsə 2 gün sonra başqa bir video daha çəkəcəm. Mən Green videosu çəkməyi də fikirləşirəm. Bir ara o da çəkəcəm. Hayda. Şuta bilərəkdən basmadım. Howard məndə də var. Sabah biz sizinlə bəlkə Brawl Stars videosu da çəkdik. Nus Brawl'da. Sabah Hüseynlə oynayanda Nus Brawl videosu da çəkərik. Və maç 4-0 bitdi. Bəlkə sabah yox, birisi günə Hello Neighbor videosu da çəkdik atdıq. O bilmək olmaz. Yaxşı, sağ olun dostlar. Bugünlük video bu qədər idi.